Həyat budur. Daim yenisini qəbul edə bilmək və bundan istifadə edərək yenisini yaratmaq. Yenisini bəxş etmək lazımdır. Çünki qalan hər şey təbiətdə var və ən gözəl formada, ən gözəl şəkildədir. Atam maraqlı insan idi. Mənim yaşım az idi. O dünyasını dəyişəndə mənim 16 yaşım var idi. Amma mən deyərdim ki, məndə hər şey şuuraltı işləyib. Mən o vaxtlarda rəsm işləri görmürdüm. Sadəcə olaraq emalatxana evin içində idi. 2-nin 2-yə balaca bir otağı var idi, amma bütöv kainat o otaqdaydı. Mən uşaq idim və keçirdim tez-tez oradan, yəni evin elə hissəsində idi. Keçirdim tez oradan. Elə bir ki, o şuuraltı, hərdən baxırdım işlərinə. Klassik bir insan və 200 il sonra üçün rəsmlər. Səhər nəşriyyata gedir. Uşaqlar üçün orada jurnal var idi. Eskizlər işləyir, jurnalın abloşkalarını, ön hissələrini. Evə gəlir, paralel başqa yerə keçid və gələcəklə müzakirə. İşləri bu. İşləri bu idi və o mənə çox təəssüfləndirib, çox xoşuma gəlir. Onun rəngləri, formaları.